Ayrı dostlarım da var. Sağlanması bir oldu. Ona göre Bizim adımız kimdi? 15 yaşında ne ben var? Allah salamat edin. Tedbirdi. Gel, Ben de tedbir. Karayev'de. Yüksekte. Ben de orada Teşekkür ediyorum. Devletini kabul ederim. Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar, hər birinizi salamlayırıq. Bildiyiniz kimi bugünkü tədbirimiz Xocalı soyqırımına həsr olunub. Tarixdə belə bir deyim var, qəhrəmanları olmayan xalqın mənliyi bəlli olmaz. Azərbaycanın ise tarix boyu hər zaman sübut edib ki, Azərbaycanın daima qəhrəmanlar olub, həm birinci, həm də ikinci Qarabağ müharibəsində bir daha bütün dünyaya təsdiq olundu ki, Azərbaycanın igidləri var ki, Azərbaycanın torpağına, xalqına, millətinə sahib çıxmağa qadirdir və Azərbaycan xalqı işğal altında olan bütün torpaqlarını işğaldan azad etdi. Və rica edirəm qonaqlarımızdan, ən böyük qəhrəmanlarımız, şəhidlərimizin ruhunu ayağa qalxaraq bir dəqiqəlik sükutla yad edin. Qonaqlar, mən istəyərdim ki, bizim çox dəyərlimiz bəstəkar Aybəniz Bəhram qızı barədə qısa məlumat verim və onu sonra dəvət edəcəm mikrofon önünə. Aybəniz Bəhram qızı, babası Şuşalı, anası Ağdamlı. Ağdam şəhərində 8 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib. Ağdam Qarabağ Bülbülləri ansamblının 1971-ci ildən pianisti, solisti olub. 15 Respublikada keçirilən festivallarda hər zaman uğur qazanaraq birinci yeri tutub. 1977-ci ildə Azərbaycan Günləri sənədli filmində Qarabağ mahnısını ifa edib və bu sənədli film Rusiya Federasiyasının Vesti kanalında yayımlanıb. Həmçinin Üzeyir Hacıbəyev adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano,
və Konsertmeister fakültəsini bitirib. Bundan əlavə 1985-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsil alıb, həmçinin Nizami rayonunun 59 nömrəli, 118 və ya 190 nömrəli uşaq bağçalarında ümumilikdə 25 il musiqi müəlliməsi işləyib və işlədiyi uşaq bağçaları daima Respublikamızda keçirilən musiqi festivallarında uğur qazanıb, hər zaman öndə olan fəal uşaq bağçalarından biri olub. 2006-cı ildən isə ictimai tədbirlərdə vətənpərvər mahnıları səsləndirilib və həmçindəki hər kəsə bəllidir ki, Aybəniz xanımın sayılıb seçilən mahnılar var ki, hansı ki, Azərbaycanın tanınmış simaları bizim çox dəyərli sənətçilərimiz ifa ediblər və dəvət edirəm Aybəniz xanım sizi mikrofon önünə buyurun və təbii ki, bugünkü bizim tədbirimizdə Aybəniz xanımın çox gözəl, həmçindəki sayılıb seçilən nəğmələri də səsləndiriləcək. Teşekkür ederim. Bu Xocalı hadisəsi bizim həyatımızda ən acı, ağrılı bir günümüzdür. Bugün iştirak edənlərin hər birinə təşəkkürümü bildirirəm. Xocalı faciəsi 20-ci əsrin sonlarında törədilən ən dəhşətli faciə Azərbaycan xalqına qarşı erməni faşistlərinin törətdiyi soyqırım idi. Bəstəkarın sözü musiqi ilə ifa olunur. Mən sizin çox vaxtınızı almaq istəmirəm. Mənim Xocalı əsərimi Kamran Vəlizadə ifa edibdi bugünə qədər və bugün də o mahnı sizlər üçün təqdim olunacaqdır. O fevral gecəsi, o qış gecəsi, o tutdu Xocalı, yandı Xocalı. Düşmən silahını aldı əlinə, qızılqan gölünə döndü Xocalı. O soyuq gecədə çıxdı neçə can, sulandı torpaqlar, axdı nahaq qan. Çöktü meşələrə, ağladı duman, kəsildi yolları, çəndi Xocalı. Sızladı qayalar, dərədə, çayda, ağladı göylərdə, ulduz da, ayda. Olarmı ilahi dərd də bu boyda, sönən bir işıqdır, gündür Xocalı. Allah sizi var eləsin, Allah bütün ballarımızı qorusun deyirik. Hər vaxtınız xeyir olsun. Tədbir iştirakçıları, mən də sizləri salamlayıram.
düştü əzizlərin elindən. Sən cesursan şəhidlərin dilindən. Qız gəlinlər yalı düşmənlərindən. İşgəncə ilə silinlər əmri qoca. Soğurlarım xalqımdan yandaşında. Düşmən gəzir torpağında başında. Üşürüm həsrətinin qışında. Göylərimdən gəlmələm bir qoca. Qoca cavan qanına boylandı. Körpələrim güllələndi qoca. Qeyrətinə qəmbələndi qoca. Körpələrim güllələndi qoca. Açılar mı sabahı? İntiqamdı ümid dolu pənahı. Yandıracağım ölüm adlı günahı. Qeyrətinə qəmbələnib xocalım. Qeyrətinə qəmbələnib xocalım. Qız gəlinin yağı düşmən əlində. Körpələrin yandırıldı, güllələndi xocalım. Qeyrətinə qəmbələnib xocalım. Qeyrətinə qəmbələnib xocalım. Bunların hər birində bir tarix var, bir yaddaş var. Mən deməzdim bu mahnı idi, bu əsər idi. Bəli, Xocalı əsəri idi. Və dəyərli qonaqlar, mən istəyərdim ki, bugünkü tədbirimizdə iştirak edən Nizami rayon İcra Hakimiyyətinin Mədəniyyət Şöbəsinin rəhbəri, çox hörmətli Alara xanım Quliyevaya söz verək. Buyursun, mikrofon önünə dəvət edirik. Hər birinizi xoş gördük, hörmətli tədbir iştirakçıları, hörmətli Aybəniz xanım, hörmətli Mehriban xanım. İlk öncə dəvətiniz üçün təşəkkür edirəm Nizami rayon İcra Hakimiyyətinin rəhbəri cənab Coşqun Cəbralovun adından hər birinizə minnətdarlığımızı bildiririk və Azərbaycanımızın dərdi olan Xocalımızı və şəhidlərimizi hər zaman belə yad etdiyimiz üçün, diqqətdə saxladığımız üçün minnətdarlığımızı bildiririk. Xocalı dərdi təbii ki, Azərbaycanın ən böyük dərdidir, ən böyük yarasıdır. Bunu unudan yəqin ki, Azərbaycanlı qanı daşımaz deyərdim. Azərbaycana qarşı nə dərəcədə, faşist deməzdim, faşist sözü azdır. Nə dərəcədə, bəli, qansızlıqla, vandalizmlə, nə dərəcədə amansızlıqla yanaşılmışdı ki, artıq qəbirlərimiz belə yoxdur. Qəbirlərimizi belə qazıntılardan çıxardılıb, sümükləri belə yoxdur. Bizim dərdimiz, bu dərdləri danışıqsaq, bunlar çox böyükdür. Bunlardan haqqında saatlarla danışa bilərik, amma orada dayanan igid balalarımızı, igid övladlarımızı görəndə qürur hissi keçirdirik. Bu günləri biz ora gəldiyimiz üçün, bugün biz o torpaqlara ayaq bastığımız üçün ilk öncə Ali Başkomandanımıza minnətdarlığımızı dönə-dönə bildiririk və Allahımız onu qorusun deyirik, onu Azərbaycan xalqımıza çox görməsin deyirik ki, bizim ölkəmiz, vətənimiz daima ən uca zirvələrdə olsun, daima bayrağımız ən uca zirvələrdə dalğalansın və mən əminəm ki, bir daha olaraqdan Azərbaycanın gələn nəsilləri, igid övladları bir qarış torpağımızı belə bir yağı düşmənə qoymayacaqlar. Və inşallah ki, hər zaman qələbəmiz, hər zaman uğurlarımız, hər zaman nailiyyətlərimizlə biz dünyada səs salacaq. Laura xanım Quliyevanı biz fəxri diplomla təltif eləyirik. Laura xanım, sağ olun diqqət ayırdığınız üçün. Təşəkkür edirəm, çox sağ olun, minnətdarım. Çox sağ olun, təşəkkürümüzü bildiririk Nizami rayon İcra Hakimiyyətinin nümayəndələrinə. Doğrudan da Laura xanım çox düzgün vurğuladı. Azərbaycan xalqının qürur, iftixar mənbəyinə çevrilən qələbəmiz, zəfərimiz daim olsun deyirik. Rusiya Federasiyasında da Azərbaycanımızın hər tarixi günü
bütün milli mənəvi dəyərlərimizə həsr olunan bütün özəl günlər xüsusilə qeyd olunur. Orada yaşayan bizim Azərbaycanlılarımızın ürəyi vətənlə, doğma torpağımız Azərbaycanla döyünür. Buyurun Mirkazım müəllim. Hörmətli tədbir iştirakçıları, tədbirin mahiyyəti nə qədər bizim üçün ağır olsa da, onun mahiyyəti bizim üçün o qədər dəyərlidir, bizim üçün o qədər qürur vericidir və bizim üçün yeni bir örnək olaraq gələcək nəsillərin bu kimi tədbirlərin daha da genişlənməsində, dünyaya çatdırılmasında fəal olmağına verilən bir təkandır. Bu həyatımızı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə biz yad edərək ayağa qalxmalıyıq və onun şəhidlər şəhidi kimi qarşısında, ruhu qarşısında baş əyməliyik. Bir dəqiqəli sükutla. Bugün yaşanan devrimiz, aparılan siyaset, yeni mərhələlər qoyur qarşımıza. Bunun üçün də Cənab Prezidentin İlham Əliyevin Ali Başkomandanın qərarı var. 2023-cü il Heydər Əliyev ili olmalıdır. Heydər Əliyev ili olmaq elə belə o tədbir xatirinə yox, rəsmiyyət xatirinə yox, həll olunmur. Bunun böyük mahiyyəti var. Bunun qarşısında bax bu 100 illiyin qəbul olunması, umumilli lider tərəfindən 100 illiyin qeyd olunması Cənab Prezident tərəfindən hər bir Azərbaycanlının yaşadığı yerindən asılı olmayaraq onun qarşısına məsuliyyət qoymalıdır. Bu həm də bizim tariximizə, bizim mədəniyyətimizə, bizim dilimizə, şəhidlərimizin ruhunun daim yaşamasına, əbədi olmasına və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına atılacaq bir addıma çevrilməlidir. Bunun üçün bütün bizim argumentlərimiz var. İdeologiyamız var, Ulu Öndərimizin 100 illik qeyd olunması tariximiz var, milli birliyimiz var və Polad kimi iradəli dəmir yumruğumuz var. Ali Başkomandanın ali yumruğu var. Bugün ictimai birliklər, bugün media nümayəndələri, bugün xüsusilə iş üzrə dövlət komitəsi və bütün dövlət strukturları, burada mən görürəm, dövlət strukturlarının nümayəndələri də iştirak edirlər. Yeni meyarlarla öz işlərini, öz nümunələrini ortaya qoymalıdırlar. Parızı istiqamətlərdən biri təbii ki, diaspora təşkilatlarının möhkəmlənməsi, Azərbaycanlıların dünyaya inteqrasiya olunması və Azərbaycan həqiqətlərinin və erməni vəhşiliklərinin bu 30 ildə Azərbaycan xalqına, dövlətinə, mədəniyyətinə vurduğu vəhşiliklər, ziyanlıqlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Təşkilatımız sizi fəxri fərmanla təltif edir, sizə can sağlığı, uzun ömür arzu edirik. Var olasınız. İçində yaşayan dünya Azərbaycanlıları hər zaman bir olub, hər zaman çalışırlar ki, Azərbaycan adını dünya xalqları içərisində uca tutsunlar. Hər zaman bizim Azərbaycanın ən yaxşı adət-ənənələrini, milli dəyərlərini digər dünya xalqlarına çatdırıblar və həmçinin eyni zamanda bizim qan yaddaşımız olan tarixdəki faciəvi günlərimizi də orada tədbir şəklində qeyd ediblər ki, digər xalqlar da görsün ki, erməni soyqırımın ermənilər hansı bərbad, belə deyək də, hallara salıblar. Həmçindəki tarixdə mən deyərdim ki, bizim faciəvi günlərimizi Rusiyada, Qazaxstanda, Qırğızstanda və digər ölkələrdə bizim xalqımız heç zaman unutmayıbdır. Hər zaman da qeyd ediblər. Var olsunlar deyir, dünya Azərbaycanlılarını Allah qorusun. Və Aybəniz xanım, sözü verəcək sizə Mənim Prezidentim adlı gözəl bir mahnı gəlir. Sözləri Mirkazım müəllimə aiddir. Bəli, dəyərli qonaqlarımız, musiqisi Aybəniz xanıma aiddir. Benim prezentim ilham veriyor.
prezidentim İlham Əliyev. Yürekler taraftan dönüp dağa, ömürler benzeyir sanki bulara. Halkımın şerefler çekir qabağa, benim prezidentim İlham Əliyev. Halkımın şerefler çekir qabağa, benim prezidentim İlham Əliyev. Vətənin əbədi iftiharısan, milletin şerefi etibarısan. Vətənin əbədi iftiharısan, milletin şerefi etibarısan. Ulu bir dahilin yadigarısan. Ulu bir dahilin yadigarısan. Benim prezidentim İlham Əliyev. Ülkeden ülkeye kördüdür sesin, yurtta sevindirir bugün herkesi. Oğludur vətənə Heydər töhfəsi, benim prezidentim İlham Əliyev. Oğludur vətənə Heydər töhfəsi, benim prezidentim İlham Əliyev. İlham Əliyev. Çok sağ olun, var olun deyirik. Cənab Prezidentimiz de daima var olsun. Və dəyərli qonaqlar, bugün tədbir iştirakçılarına fəxri diplomları bu tədbirdə iştirak edən İş xanımı Ülviyə xanım təqdim edəcək. Mən istəyərdim sözü verək, Xocalı hadisələrinin canlı şahidi, çox hörmətli həkimimiz Zakir Ağdamlı. Dəvət edirik sizi, buyurun. Söz verdiğiniz için çok teşekkür ederim. Bugünkü bu tədbiri təşkil ettiklerine göre çok hörmətli Aybəniz Məhram qızına dərin təşəkkürümü bildirirəm. Xocalı faciəsi 20-ci əsrin doğrudan da en ağır faciələrindən biridir. O dövrə qədər çoxlu faciələr olmuştu dünyada. Katın, Srebrenica vesaire. Ancak Xocalı faciəsi bu faciələrin belki de en ağırı, en dözülməzidir. 1987 yılda Ulu Önder Heydər Əliyevin Seri Ali Sovetinin sədrinin birinci mavini vəzifəsindən uzaqlaşdırılandan 3 ay sonra Xocalı faciəsi kimi ağır dəhşətlərlə üzləşdik. 1988 yıldan başlayan Qarabağ münaqişəsi adlanan ağır müharibəyə qoşulduq. Və o müharibənin, o münaqişənin ilk qurbanları Ağdamda verildi. Əli və Bəxtiyar. Xocalı faciəsi isə 1992 ilin fevral ayının 25'inden 26'sına keçən gecə törədildi. Rusya Federasyası'nın o zamanki SSR'nin 366. motor atıcı alayının ya divizyasının çok yakından iştirakıyla bu faciə törədildi. Ve çoxlu qırğınla, çoxlu əhalinin məhv edilməsiyle, eləcə də yaralanmasıyla, əsir götürülməsiyle başa geldi. Eğer o dövrün Ağdamda olan 5 batalyonunun iştiraki, xüsusilə Allahverdi Bağırovun ciddi fəaliyyəti olmasaydı, daha böyük qırğınlar, daha böyük itkilere məruz qalardıq.
Həmin dövrdə mən Ağdam rayon mərkəzi xəstəxanası terapiya şöbəsinin müdiri idim. Rayondakı olan 200 çarpaylı xəstəxananın 80 çarpaylı şöbəsinin müdiri idim. Həmin dövrdə, həmin gün, fevralın 26-sında bütün xəstələri evə yazdıq və əlavə 20 çarpayı da aşaraq koridorda da xəstələri yerləşdirməklə Xocalıdan gələn əli ayağı donmuşlar, müxtəlif tür xəsarət almış yaralıları və stres keçirmiş adamları yerləşdirdik. Bütün şöbələr onun kimi. Cərrahiyyə, reanimasiya və başqa. O faciə doğrudan da alnımızın çox qara bir yazısıdır və 44 günlük 2020-ci ilin 44 günlük Vətən Savaşında o Xocalı faciəsində olan o dəhşətlərin müəyyən hissəsinin demək olar ki, əvəzini çıxmışıq. Ancaq güman edirəm ki, hörmətli prezidentimiz Ali Başkomandan İlham Heydaroğlu Əliyevin apardığı daxili və xarici məqsədyönlü siyasət nəticəsində güman edirəm ki, tezliklə axıra çatdıracaq bu məsələni. O dövrdə yazdığım bir neçə şeirdən bir-iki kəlmə sizə çatdırmaq istəyirəm. Yaxşı hakim ola, ayağı deyər, bu qədər uzatma ayağı deyər. Dərdimi danışsam, günəş gizlənər, ulduzlar ağlayar, ay ağı deyər. Erməni faşizmi tavandan betər, xatından betərdir, Xocalı gördüm. Bir balaca şeir de var, onu da buradan size okuyum. Xocalı soyqırımı. Qoyub gəldi xanasın, qurşun uddu sonasın. Uşaq əmir anasın, şoxdan ölüb ana, bax. Cənnət yurdum Qarabağ, Xocalı soyqırımı. Üz dərisi soyulmuş, yaman günə qoyulmuş, bəbəkləri oyulmuş. Bu bəşərdir, yavaşaq. Cənnət yurdum Qarabağ, Xocalı soyqırımı. Nər oğullar bitəcək, vacihinə yetəcək, illər ötüb ötəcək. Qaysaqlanmaz bu yara. Cənnət yurdum Qarabağ, Xocalı soyqırımı. Hər birinizə uğur və can sağlığı diləyirəm. Arzu edirəm ki, tezliklə bütün Qarabağımızda qələbə bayramını təşkil edək. Uğur və can sağlığı arzu edirəm hər birinizə. Və dəyərli qonaqlar, indi isə sözləri Zakir Ağdamlıya, musiqisi Aybəniz xanıma məxsus olan Ruhun Vətən torpağında. Gah bir dağın başı qarılır, gah da çəmən yüz salarır, bülbül kimi intizarır, quşan vətən torpağında. Bülbül kimi intizarır, quşan vətən torpağında. Mən duymasam, mən yanmasam, hay haraya oyanmasam.
Bəyzadə dəvət edirik sizi də. Kəmranın da diplomu gətirirsin, zəhmət olmasa. Vaxt itirmədən sözü veririk Prezident təqaüdçüsü Professor çox hörmətli Əliyev Nüsrəddin müəllim. Buyurun, zəhmət olmasa dəvət edirik sizi. Tamam nəslinin nümayəndəsidir. Mənim atam Dağıstan Respublikasında general olub. Qohum əqrabanın ziyalı olmaq üçün bacardığı dəstəyi veribdir. O nəsildən bir nümunə Mamoğludur. Allah can sağlığı versin. Sağ ol kızım, sağ ol. Hörmətli mərasim iştirakçıları, ilk öncə mən bu tədbiri təşkil edənə baş əyirəm onların qarşısında. Eşq olsun sizə, mən ümumiyyətlə o hadisələr yadıma düşəndə danışa bilmirəm. Allah o şəhidlərə rəhmət eləsin, qəmi-qəmi. Çünki bir o var eşidəsən, bir o var görəsən. Mən 53 ildir Memarlıq İnşaat Universitetinin müəllimiyəm. İldə bir dəfə, az olsa elə olur 2 dəfə mən xarici ölkələrdə elmi konferanslara, simpoziumlara gedirəm. İnanın, o öz elmi işimdən çox mən orada bax bu qırğınlardan danışıram. Erməni fitnəkarlığından, erməninin törətdiyi. Mən 1963-cü ildə Patenik üstə 3-cü kursda oxuyanda Kaunas'a getmişdik. Orada faşistlərin, Alman faşistlərinin törətdiyi o vəhşiliyə həsr eləyən muzey var idi. Mən onda dəhşətə gəldim ki, Xudaya, bu dərəcədə də faşistlik olar, bu dərəcədə də insana yaramayan işlər törədən. Erməni faşizminin gördüyü işləri, elədiyi bu əzazilliyi görəndə, eşidəndə danışmaq mümkündür də. Siz təsəvvür eləyin ki, mən beynimə sığışdıra bilmirəm onu. Özü də ki, neçə tələbələrim mənim şəhid olublar, neçə aspirantlarım şəhid olublar, neçə magistrlərim şəhid olublar. Yada düşəndə adam, ona görə də mən, demək, ömrü boyu bir dənə arzum olubdu hadisələrdən sonra. Demişəm ki, ay Allah, sənə qurban olum. Mən ölümdən qorxan adam deyiləm. İstədiyim vaxtda elə deyirəm ki, ölsəm də tək bir dənə o Qarabağ alınsın. Bir dənə o erməni faşizminə, onlardan bu qisasımız alınsın. Ondan sonra mənim dərdim yoxdur. Ona görə də hətta belə bir şeirdə mən müəlliməm, texniki institut qutarmışam, aliməm o sahədə. Amma hərdən birdən uydururam yeri gələndə. Allah rəhmət eləsin Səməd Vurğuna, o demiş. Yazmışdım ki, Xudaya, gün o gün olsun Qarabağ alınsın. Məclisi edək arəstə, açaq biz tuş suyun üstə. Təsnif, muğam, şur, şikəstə, bəzəsin oranı gəlsin. Habilin kamanı gəlsin, məclisin canı gəlsin. Kəsmə şikəsə deməyə, çağıraq Fatmanı gəlsin. O vaxt yazmışdım, bunlar sağıdır. Qaraxanı Süleymanı, unutmayaq Qədirxanı, Qarabağın cavan xanı, Arif Səkoğlanı gəlsin. Şəlalə kimi çağlayan, gah gülən, gah da ağlayan, nəğmədən çəllək bağlayan, deyil Miranı gəlsin. Ağəldə ağ çiçəkləri, kestin yaşıl dərələri, oxşamağa könülləri, şökət, qadın xanı gəlsin. Qəlb şadlanıb coşsun deyə, deyək Zeynəb xanəndəyə, rəngi şur ilə ötməyə, o nəğmələr kanı gəlsin. Nüsrətin coşsun ilhamı, götürsün ağsaqqalları, çağırsın Məsum oğlanı, adlasın Şuşanı gəlsin. Bizim Şuşanı, gözəl Şuşanı, çalsınlar, çağırsınlar, nəğmə-nəğməyə qarışsın, sevincə qarışsın. Desinlər, ey xalqım, eşq olsun sənə,
Ey milletim, eşk olsun sana. Bu faşistlerden, bunu kanımızı aldın. Şehitlerin kanı alındı. Allah şehitlere rahmet eylesin. Allah gazilerimize can sağlığı versin. Teşekkür ederim İsmettin müəllim, var olasınız. Təşkilatın sağlığından sizə təxminən təklif edirəm. Onu ver. Çok sağ ol kızım. Mehribanım. Bacının da adı Mehriban'dı. Teşekkürümüzü bildiririk. Allah can sağlıqlar gəlsin bu məqamda. Buyurun.
Təşəkkürümüzü bildiririk və dəyərli qonaqlar istəyərdim ki, bu məqamda dəvət edək. Diplomatiya və Dialoq İctimai Birliyinin sədri, Respublika Televiziyasının direktoru, bizim çox dəyərlimiz, jurnalist, aparıcı, şairə, publisist, ictimai tədbirlərin təşkilatçısı, illərimin rəfiqəsi Ramilə Sultan. Xoş gördük. Mən rica edirəm, öncə o gözəl gülləri təqdim edək Aybəniz xanıma. Hər birinizi salamlayıram, xoş gördük, əziz xanımlar və bəylər. Qazimiz, Goranboyda tarix yazan qazimiz, Fərman dayı, hal-hazırda bizi izləyir, əziz dostlar. Rembo ləqəbi ilə, bəli, Rembo ləqəbli bir qazimizdir, bizim fəxrimizdir, biz sənlə qürur duyuruq, çox istəyirik. Bu qazimiz də hal-hazırda, yəni qəlpə yarasında, başında 7 santimetr qəlpə yarası var. Özü qazi olmağına baxmayaraq, oğlu da qazi oldu 2-ci Qarabağ Savaşında. Yəni deyir, nə zaman Cənab Ali Başkomandan məni döyüşə səsləsəm, mən də qəlpə yarası olmağıma baxmayaraq, hər zaman onun əmrinə tabiyəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Qarabağ Azərbaycandır, Azərbaycan Qarabağdır. Alqışlarla elə Ramilə Sultanı biz də təltif edirik fəxri diplomla. Uğurların bol olsun. Ramilə bilirəm ki, hər zaman elə özü də xeyriyyətçidir. Fərmanlarımız var. Göstərdikləri iştiraka görə Fərman Borçalı, Bayram Afurcalı, Əkbər Ceyhun, Şölə Ələkbərova, Elçin Məlhəmli. Ay, mən Samxan şirin, gəlin bunları dostların yanında bir şəklimizi götürsünlər. Hər birinizə təşəkkür edirəm. Hamının ürəyi Qarabağla vurur. Təşəkkür edirəm, var olasınız. Sizin zəhmətiniz böyükdür. Mən şəxsən tanıyıram insanları, qardaşları. Allah sizi var eləsin. Şöyle xanım, təşəkkür edirəm əzizim, var olasınız. Çox sağ olun qardaş, Allah ömür versin. Təşəkkür edirəm, var olasınız. Uzun illər bizim zəhmətimizi çəkən Bayram müəllim. Sizi təbrik edirəm və fəxri fərmanla layiq görmüşük sizi. Əziyyətinizə görə Qarabağ üçün hər zaman ayaqüstə olan insan. Təşəkkür edirik. Çox sağ olun Bayram müəllim. Murad müəllim, xahiş edirik, buyurun bura. Söz sizdədir. Hər vaxtınız xeyir olsun. Bu günləri Aybəniz xanımın mahnılarına qulaq asandan sonra o Qocalı haqqında o mahnılar o qədər mənə təsir etdi ki, yəni dediyim sözlərin orada hamısı deyildi. Allah hamısına rəhmət edesin. Çünki o vaxt Qocalıdan onlar gələndə Xalq Cəbhəsinin vaxtında mən iş yerimi Xalq Cəbhəsinə vermişdim. Qocalıdan gələnlər, xəstələr, yaralılar gəlirdi mənim rəhbəri elədiyim idarənin altında yerləşirdi. Onlara yeri mən verdim onlara. Onlara şərait yarattım. Ondan sonra nə dedim, arsız, ölsüz gedirdim evdən yemək təşkil edib gətirdim ki, bunlar yol gəliblər, az qalmasınlar. Yəni mən əlimdən gələni eləmişəm. Çünki ürəyimdən keçən sözlərdə Aybəniz xanım mahnıları hamısı deyildi. Bəs elədim. Var olasınız, Allah sizi qorusun Murad müəllim. Yaxşı ki sizin kimi insanlar var və Azərbaycanı dünyada tanıdırsınız. Mən sizi təqdim edirəm fəxri diplomu. Şəkildə mən olsa Aybəniz. Təşəkkür edirəm, var olasınız. Minnətdarıq sizə. Elşən Məhərrəmov. Veteran qazi qardaşımız, sizin kimi veteranların qazilərə görə biz bugün ayaqüstəyik. Başımız dikdir, ana bacılarımız şuxdur, xürrəmdir, mehribandır, xoşbəxtdir. Ona görə ki, sizin kimi qazi qardaşlarımız var. Allah sizi, bütün qazilərimizi var eləsin, vətən oğlanları var olsun. Təşəkkür edirik hər birinizə, var olun əslərimiz. Azərbaycan gözəl bir nəğmə səslənir, sözləri Aybəniz xanıma aiddir. Həmçinin musiqisi də Mehman Hacıbəyov. Azərbaycan
əziz anam, fəxr edirəm sənlə hər an. Onlar yurdum, əziz anam, fəxr edirəm sənlə hər an. Qarabağ, Təbriz, Naxçıvan, ürəyimdir Azərbaycan. Qarabağ, Təbriz, Naxçıvan, ürəyimdir Azərbaycan. Nizaminin söz xəzinəsi, yeşilin vətən nəğməsi, Şahdağda Heydər zirvəsi, vüqarındır Azərbaycan. Şahdağda Heydər zirvəsi, vüqarındır Azərbaycan. Odlar yurdum, əziz anam, fəxr edirəm sənlə hər an. Odlar yurdum, əziz anam, fəxr edirəm sənlə hər an. Qarabağ, Təbriz, Naxçıvan, ürəyimdir Azərbaycan. Qarabağ, Təbriz, Naxçıvan, ürəyimdir Azərbaycan. Cənnət dünyam, gözəl vətən, gözəl diyar Azərbaycan. Cənnət dünyam, gözəl vətən, gözəl vətən Azərbaycan. Gözəl vətən Azərbaycan. Nil Kamran, sizi dəvət edirəm. Buyurun, zəhmət olmasa. Azərbaycan bayrağı musiqisi Aybəniz xanıma aiddir. Yetimsən, şanımsan, ürəklərə nur saçan, üç renkli bayrağımsan, Azərbaycan bayrağım, Azərbaycan bayrağım. Ayı var, üç rengile temsil olan sayı var. Sekiz kuşa ulduzu var, ayı var. Üç rengile temsil olan sayı var. Halkımızın dilden dilden payı var. Halkımızın dilden dilden payı var. Milletimin temsili sen bayrağım. Dünyalardan soran beni soran. Milletimin temsili sen bayrağım. Dünyalardan soran beni soran. Ulu önder heyderimi alırım. Halka olan sevgisinden güç alırım.
güc alıram. Mercan deyir, səni canım sanıram. Milletimin temsili sen bayrağım, devletimin baş tacı sen bayrağım. Zirveleri fethediptir şöhretim. Dünyaya yayılıp adın sanım şöhretim. Zirveleri fethediptir şöhretim. Dünyaya yayılıp adın sanım şöhretim. Koy var olsun əzəmətin, qüdrətin. Koy var olsun əzəmətin, qüdrətin. Milletimin təmsili sən bayrağım, dövlətimin baş tacısan bayrağım. Milletimin təmsili sən bayrağım, devletimin baş tacısan bayrağım. Ulundan eylemimi alıram. Halka olan sevgisinden güç alıram. Sevgisinden güç alıram. Mercan değil, seni canım sanıram. Milletimin temsili sen bayrağım. Dünyalardan soral verir soralım. Milletimin temsili sen, devletimin baş tacısan. Milletimin temsili sen bayrağım, devletimin baş tacısan bayrağım. Tapdıq Bey, buyurun. Beyan bir de. Teşekkür ederim, var olasınız. Çox sağ olun, təşəkkürümüzü bildiririk. Elə dəyərli dostlar, dəyərli qonaqlar, hörmətli tədbir iştirakçıları. Bəli, sonuncu nəğməmiz səslənəcək, indi müəllim söz desin sonra. Mənim əzizlərim, hörmətli tədbir iştirakçıları, şəhidlərimizin ruhu hopmuş, zəfərlə dalğalanan bayraqlarımızın işığında hər birinizi salamlayıram. Və bugünkü gündə elə bir gündür ki, tariximizə qanla yazılmış bir məqamla bağlıdır. Və təbii ki, bu hər kəsin yaddaşında iz bırakmış bir gündür. Və eləcə də ədəbiyyatımızda da bu mövzu geniş şəkildə işlənmişdir. Eləcə də mən bir qələm adamı olaraq hələ 1992-ci ildə Qanuna Qəltan Xocalı adlı bir poema yazmışdım. Bu vaxtda belə deyirdim. Dünya zor dilində danışır yenə. 100 ildə, 1000 ildə əvvəl beləymiş. Həqiqət gör necə düşübdüyünə, haqqın libasını şər geyinərmiş. Ama zaman keçdi, bir el deyimi var, nahaq qan yerdə qalmaz. Doğrudan da bizim tökülmüş o nahaq qan yerdə qalmadı və 44 günlük vətən müharibəsində qeyd olunduğu kimi qisasımız alındı.
Ve o vaxt yazmışdım ki, qələmim güc alıb sevgidən Allah, kini küdürəti düşmən seçibdi. Qanım qisas deyir, məndə yox günah, düşmən öz boyuna ölüm biçibdi. Elə bu ölüm havasıyla o haylara bir də səsləyirik. Azərbaycan var olub, olacaq öz oğulları ilə, öz böyüklüyü ilə. Yaşasın Azərbaycanımız. Var olun, sağ olun. Teşekkür ederim Tapır müəllim, var olasın. Çox sağ olun, təşəkkürümüzü bildiririk və dəyərli qonaqlar, hər birinizə minnətdarıq ki, bugünkü tədbirimizə gəldiniz. Tədbirimiz sona çatır. Hər zaman Azərbaycanımızın bayrağı zirvələrdə dalğalansın. Azərbaycanımız, xalqımız, dövlətimiz, millətimiz var olsun deyirik və sonda Qarabağ bülbülləri gözəl bir nəğmə səslənir. Aybəniz xanım, dəvət edirik sizi bura. Buyurun, gözəl nəğmə səslənir. Mən sizi ürəkdən öpürəm. Çox böyük zəhmət çəkdiniz. Bugün sizə oğlumun adından. Teşekkür ederim, var olasın, var olasın. Biz hamımız bilik işlerimizde bir yorulub yağınlar hazırlayırıq. Teşekkürler. Bütün dostlarımıza. Okuyuruq hamımız bir yerde. Qarabağ bülbülləri. Mən 52 ildir bu adı daşıyıram. Qarabağ bülbülü kimi ermənilərə sözlü demişəm, deyəcəm axıra qədər. Sevinçten sinemde çırpındı ürek, aleme ses saldı bülbüller yine. Sevinçten sinemde çırpındı ürek, aleme ses saldı bülbüller yine. Bu haber dünyanı dolaşsın gerek, Bu xəbər dünyanı dolaşsın gerek. bu haber dünyanı dolaşsın gerek. Aleme ses saldı bülbüller yine. Aleme ses saldı bülbüller yine. Karabağ, Karabağ, Karabağ bülbülleri. Karabağ, Karabağ, Karabağ bülbülleri. Feyruz'un azizinin necaskar sesi, ay günün sevinci şirin nevmesi. Duyursun tacirin vatan gelmesi. Duyursun tacirin vatan gelmesi. Aleme ses saldı bülbüller yine. Aleme ses saldı bülbüller yine. Bana bu diller ezberi Karabağ'ın bülbülleri. Okşayır gönülleri Karabağ'ın bülbülleri. Okşayır gönülleri Karabağ'ın bülbülleri. Gitmeyin, tələsmeyin, sağollaşacağız sizden ayrıca. Eğil hayalınıza ürek sözünü, Tanrı fakıllarım töksün gözünü. Eğil hayalınıza ürek sözünü, Tanrı fakıllarım töksün gözünü. Tarık sarmayacak muradini, Tanrı saklayacak buna bizi. Tarık sarmayacak muradini. Aleme ses saldı bülbüller yine. Aleme ses saldı bülbüller yine. Karabağ, Karabağ, Karabağ bülbülleri. Karabağ, Karabağ, Karabağ bülbülleri. Göyden yaramaz saymaya Allah. Bülbülü betensiz kaymaya Allah. Bu seslerinde daymaya Allah. Aleme ses saldı bülbüller yine. Karabağ, Karabağ, Karabağ bülbülleri. Karabağ, Karabağ, Karabağ bülbülleri. Olup diller ezberi Karabağ'ın bülbülleri. Okşayır gönülleri Karabağ'ın bülbülleri. Okşayır gönülleri Karabağ'ın bülbülleri. Əziz qonaqlar. Eşq olsun, var olasınız. Bir dəqiqə hamımız Yaşa Azərbaycan oxuyub, onunla sağollaşırıq sizlə. Murad müəllimə söz verir Aybəniz xanım. Əziz qonaqlar,
sizə öz minnətdarlığımı bildirirəm. Qiymətli vaxtınızı ayırıb bu gün bizim tədbirimizdə iştirak eləmişsiniz. Bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah Teala yerlərin cənnət, məkanların cənnət, ruhların şad eləsin. Amin. Yaşasın Azərbaycan, yaşasın Ali Başkomandanımız, yaşasın Azərbaycan xalqı, yaşasın müzəffər ordumuz. Hamınız var olun, təşəkkürümüzü bildiririk hər birinizə. Təşəkkür